Herkese salamlar. YouTube kanalımın yepyeni bir videosuna hoş gelmişsiniz. Uzun müddəttən sonra yenə artıq bu fonda bir video çəkirik və günü-gündən bu fonda kitabların sayı azalır. Nəysə. Deməli, bugün sizlərlə birlikdə 2000 olmağımızın şərəfinə istədim ki, sual-cavab videosu çəkim. Düşünürəm ki, artıq yetərli bir sayda kitləyə çatmışam. Yəni çox qısa bir müddətdə 2000 abunəyə çatırıq. Həqiqətən hər birinizə çox təşəkkürlərimi bildirirəm. Və bugün istədim ki, bu 2000-ə özəl sual-cavab videosu çəkim və başlayaq elə isə videomuza. Bu arada bir dənə sual var ki, sual-cavab hissəsində çox suallar demək olar ki, o idi ki, hansı ixtisas seçəcəm. Bu haqqda Qəbələ vloqunda danışmışam. Əgər bilmək istəyirsinizsə, ora keçid edə bilərsiniz ki, mən hansı ixtisas seçəcəm və yaxud da nə vaxt deyəcəm hansı ixtisas seçəcəyimi. Bu haqqda Qəbələ vloqunda danışmışam. Ona da keçib baxmağı yaddan çıxartmayın. Başlayaq bir-bir suallara. Səncə ikinci şansa hazırlaşmağa ehtiyac var mı? Belə bir sual veriblər. Məncə ikinci şansa hazırlaşmağa ehtiyac bilirsiniz necə? Məsəl üçün bir hədəf məsələsi var da. Tutaq ki, mən indi buraxılışı keçdim. Blokda hədəfimdə var idi ki, tutaq ki 300-ü keçəcəm. Mən gəlib 340-ı keçmişəmsə, mən nəyə görə bir ikinci şansa hazırlaşıram ki? Əgər bu buraxılışdan da istədiyim nəticəni əldə etmişəmsə, blokda dediyim hədəfə çatmışamsa, mən bir də ikinci şansa nəyə görə hazırlaşıram ki? Ki zaten imtahanlara hazırlaşan uşağın beynində bir bal kütləsi olur ki, məsəl üçün mən 500-ü keçməliyəm, mən 600-ü keçməliyəm, mən məsəl üçün 700 yığmalıyam. Bu haqqda fikirləşən zaten bal kütlələrinin sayını bilirlər də. Yəni bilirlər ki, nə qədər yığsalar bunlar qane olacaqlar. Ki mən də belə fikirləşirəm. Əgər sən 300 fikirləşib gedib 210 neçə, 250 yığmısansa, aha, sən onda ikinci şansa hazırlaş. Bəlkə gəlib orada 300-ü keçəsən. Yəni belə insanlar üçün aha, ikinci şansa hazırlaşmağa ehtiyac var. Amma yox, hədəfinə elə birincidən çatan insanlar məncə ikinci şansa getməyə ehtiyac yoxdur. Yəni boş-boşuna dəyəniş eləməyə də ehtiyac yoxdur. Məsələn mən belə narahat olurdum və ona görə ikinci şansın qeydiyyatından da keçdim ki, hər ehtimala qarşı yəni boş-boşuna ora ödəniş eləmiş oldum. Amma eybi yox, əsas odur ki, hər şey çox yaxşı oldu. Yəni not problem. Yaxşı. Dərsdən bezəndə nə edirdiniz? Dərsdən bezəndə ağlayıb gözümü yaşlayıb təzədən yenə oturub dərs oxuyurdum. Yəni həqiqətən bu arada belə idi. Gedirdim biraz evdə biraz deyirdim ki, ürəyim sıxıldı, bezdim, oxumayacağam, belə hələ amma təzədən yenə gəlib yenə özümü bu masanın başında tapırdım. Sonra dedim ki, Aysun, bütün 11-lərin çoxu sənin kimidir də. Yəni bu dərdləri, bu izdırabları çəkən bizə sən deyilsən. Yəni ona görə boş-boşuna kaos yaratma evdə. Elə gözüm yaşlanıb təzədən gəlib oturub dərs oxuyurdum. Yəni qısa cavab budur. Əgər dərsdən bezirsinizsə, gedin dincəlin, mahnıya qulaq asın, bir kinoya baxın, nə bilim hansısa sevdiyiniz bir YouTuber olsun, bloger olsun ki, onun videolarını izləyin, ondan enerji yığın. Məsələn, mən elə eləyirdim. Bezəndə həmişə bir dənə YouTube'da bir video var, Dilşad's Life var. Onun YouTube kanalında hansı ixtisas seçdim, ixtisasa qəbul oldum kimi bir videosu var onun. Hər dəfəsində o videoya baxırdım mən bezəndə. Yəni hər dəfə ki o videoya bir 7-8, bəlkə 1000 dəfə baxmışam mən o videoya. Hər dəfə baxırdım, oradan enerji yığırım, dedim, sən də bir gün belə olasan. Yəni o sevinci yaşadasın ailənə və gəlirdim təzədən oturub masanın başına dərs oxuyurdum. Yəni həqiqətən bu belə olur. Əsla motivasiyanızı itirməyin. İnanın ki, çox qısa müddətli bir çətinlikdir. Gözünüzü açıb yumasınız ki, bu keçəcək. Yəni ona görə çalışmağa davam edin, əsla geri çəkilməyin. Yəni heç vaxt. Amerikan qorxu filmlərimi yoxsa həyatının bir nöqtəsindən başlayan və soft hiss etdirən bir filmmi? Sizə bir həqiqət deyim ki, mən filmə baxmıram. Film izləmirəm. İzlədiyim filmdə maks 1-2 adamda görmüşəm ki, çox tərifləyirlər. Oturub baxaram. İnanın ki, ona da axıra kimi oturub baxmaram. Yəni ala yarımçıq çıxaram elə videodan. Bir ara görə dedim ki, imtahanlarımı vermişəm. Qəşəng bir şəkildə ingilis dilində filmlərə baxım. Sonra özüm dedim ki, ingilis dilində qısa-qısa kəsitlər var da, yəni ingilis dilində YouTube kanalları var da, otur onlara bax. Bir də nəyə filmə baxırsan? Yəni özümə belə elədim sonra. Ona görə bu suala cavabsız qoyacağam. Yəni çünki baxdığım film yoxdur da, yəni. Kaş yenidən 10 və ya 11 olardım deyərsən və səbəbi. Demərəm. Nə 10 nə də 11 olmaq istəmərəm. Heç. Yəni inan 10, 11, 9, 11-də mən o qədər şey öyrəndim ki, yəni dost həyatı olsun, dərs həyatı olsun. Düzdür, yaxşı tərəfləri də oldu, amma çox pis tərəfləri də oldu. Nə qədər kinli insanlar tanıdım, paxıl insanlar tanıdım. Yəni ona görə qayıtmaq heç istəmərəm. Bir də bu zülmü çəkmək istəmərəm. Yəni bir də bu abituriyentliyə hazırlaşmaq istəmərəm. Bir də bu problemlərdən keçmək istəmərəm. Şükür Allaha ki, düzdür, hədəfimə çatdım, amma yəni bir də istəmərəm də, bir də olsun istəmərəm. Elə bu yaxşıdır. Olduğum yer yaxşıdır. İrəliyə doğru. Tarixdən 2 ilə tam nəticə vermək olar. Qeyd edim ki, heç nə bilmirəm. Təbii ki də olar. Yəni bu sizin oxuma sisteminizdən asılıdır. Siz əgər çox oxuyan, çox çalışqan birisinizsə, inanın ki, neçə il hazırlıqlara getmişlərdən də daha yaxşı yaza bilərsiniz. Yəni inanın ki, hər şey sizin əlinizdə. Yəni sizin oxumağınızdan asılıdır hər şey. Ona görə yəni siz çalışmağa başlayın, inanın ki, hər şey olacaq. Yəni olar, mümkündür. Hər şey insanın öz əlindədir. YouTuber olma yolunda ən böyük dəstəkçin kim idi?
YouTuber olma yolunda ən böyük dəstəkçim deyərdim ki, anam idi həqiqətən. Sizə bir şey danışım ki, burada bilirsiniz ki, yəni YouTube kanalı açırsınızsa, videonuz daha effektli olmağını istəyirsinizsə, bir sıra montaj proqramları yükləməlisiniz. Və mən də bunları yükləyəndə təbii ki də orada yəni ödəniş olunmalıdır da. Mənim oğlum dedi ki, yəni narahat olma da, mən sənə bu ödənişi eləyəcəm. Yəni sən istəyirsənsə, çünki mən inanın ki, düşünün, yəni evdə hər gün müəllim oturub mənim videolarıma baxırdı, hər detalına və mən videomu montajlayıram, hazır qoyuram, gedirik onunla birlikdə televizorda baxırıq, YouTube-a yükləməmişdən qabaq, iki ekrandan baxırıq, ondan sonra mən onu YouTube-a yükləyirəm. Mamam deyir ki, məsələn, bu yeri yaxşı deyil, bu yerdə çox danışmısan, bu yeri biraz sıxıcı oldu. O yerlərin hamısını kəsirəm və İndiyənə qədər mamamdan məsləhət alıb paylaşmadığım bir dənə video var, Qəbələ vlog. O da ki, ən az izlənən vloqumdur, yəni. Ona görə sonradan çox peşman oldum. Yəni ona görə hər dəfəsində bütün vloqlarımı inşallah anama izlədəcəm. Elə videolar da olsun. Yəni çox diqqətlə oturur baxır və məni çox dəstəkləyir həqiqətən. Ona görə çox təşəkkürlər. Ad günün haçandı? Mənim ad günüm 30 sentyabrdır. 2009-cu iləm 30 sentyabrdır. Neçə saat dərs oxuyurdun? Həyatından nəyi uzaqlaşdırmışdın? Hazırlardan əlavə olaraq nəsə çalışırdın? Oy, nə qədər sual ver. Bir dəqiqə uşaqlar. Neçə saat dərs oxuyurdun? Dərs oxumağın saatı yoxdur. Yəni elə gün olurdu çox oxuyurdum, elə gün olurdu az oxuyurdum, elə gün olurdu heç oxumurdum. Yəni bunu mən deməzdim ki, mən hər gün 10 saat, 11 saat, 6 saat, 7 saat dərs oxuyurum. Xeyr. Yəni bunlar dəyişir. Həmin günkü motivasiyamdan asılı idi, həmin günkü dərs yoğunluğundan asılı idi. Daha sonra həyatından nəyi uzaqlaşdırmışdın? Həyatımdan nəyi uzaqlaşdırmışdım? Bir sıra sosial media hesablarını uzaqlaşdırmışdım özümdən. Çox retq-retqdə, yəni arada nəsə olardı, bir tətil olardı, 1-2 həftəlik tətil olardı. Yəni o hallarda, yoxsa belə ümumiliklə uzaqlaşdırmışdım. Yəni telefonumda, gündəlik telefonumda onlar olmurdu. Yəni nə meyilli eləyir insanı, məsələn, nəyə baxmaq adama xoş gəlir, hansı ki, saatlarla oturub hansısa videolara baxmaq shortslarda, YouTube-da, TikTok-da insanın yəni maraqlı gəlir də. Yeni videolara baxırsan, hamısı yeni başqa videolar insana maraqlı gəlir və təbii ki də bu insanda meyillik yaradır. Yəni baxmaq istəyirsən, deyirsən məsələn 1 saat oturum, amma 1 saat olmur, çox olur. Görsən ki, hələ telefondasan. Ona görə bunun qarşısını almışdım. Daha sonra əsas məqsədini əvvəldən dəqiqləşdirmişdin. Bəli, əsas məqsədim nə idi? Balımı əvvəlcən dəqiqləşdirmişdim ki, 500 plus istəyirəm. Bir də ki, YouTube kanalı açacağımı dəqiqləşdirmişdim. Yəni bunu 9-cu sinifdən bəri deyirəm ki, YouTube kanalı açacağam. İmtahanlarım qutarsın, YouTube kanalı açacağam ki, açdım. Qürür. Ondan sonra hansı ixtisas seçsən bu suala cavab demirəm. Yəni bunu Qəbələ vloqunda açıqlamışam. Ondan sonra hansı fəndən zəif idim? Bir də ingilis dilindən esse yazmasan, ingilis dilinə heç bal vermirlər söhbəti düzdür. Esse yazmasan bal vermirlər fikrini bilmirəm. Yəni niyə verməsən 0 verəcəklər də, zaten yazmamısınızsa 0 verəcəklər. Ümumi ingilis dilindən bal vermirlər, onu bilmirəm. Amma bir də hansı fəndən zəif idin? Mən riyaziyyat. Yəni mənim yaralı yerim riyaziyyat olub. Həqiqətən riyaziyyatı heç sevməmişəm. Yəni riyaziyyatı hələ də sevmirəm. Canım qurtuldu riyaziyyatdan və mənim yaralı yerim riyaziyyat olub. Gələcək həyatda nə etmək istəyirsən? Mənim gələcək həyatımda həqiqətən çox parlaq planlarım var. İnşallah hamısını gerçəkləşdirə bilərəm. Ki onlardan biri YouTube kanalı açmaq idi. Yəni mənim fikirlərimi, mənim düşüncə tərzimi, mənim varoluşumu mənim yaşımda olan insanlara, gənclərə çatdırım və düşünürəm ki, bunun bir hissəsini eləmişəm. İnşallah daha da çoxlarına, daha da yaxşılarına. Yəni planlarım həqiqətən çoxdur gələcəkdə. İnşallah olduqca bir-bir hamısını sizlərə də deyəcəm. Əgər bir gün ərzində görünməz olsaydın, ilk edəcəyin şey nə olardı? Əgər keçmişə qayıtmaq şansın olsaydı, özünə hansı məsləhəti verərdin? Əgər bir gün görünməz olsaydım, ilk nə edərdim? Görünməz olsaydım... Ay, bu sualı mən heç fikirləşməmişəm. Mən nə eləyərdim? Görünməz olsaydım, nə eləyərdim? İnsanların YouTube videolarımı izləyəndəki reaksiyalarını görmək istəyərdim. Həqiqətən görüm, yəni ən çox da yaxınlarım necə bir reaksiya veriblər buna. Yəni buna bilmək istəyərdim. Bir də imtahan sualları hazırlanan otaqlara getmək istərdim görünməz olsaydım. Nəysə. Əgər keçmişə qayıtmaq şansın olsaydı, özünə hansı məsləhət verərdin? Elə keçmişdə necə idinsə, indi də elə ol. Yəni heç də dəyişməm. Xasiyyətimdən də əsla ödün vermərəm. Əsla paxıl olmam. Daha sonra hər zaman təmiz qəlbli ol. Çünki insan nə qədər təmiz qəlbli olsa, inanın ki, hər zaman xəyallarındakı yerə daima çatır. Çünki yəni içinizi yaxşı tutun, təmiz tutun. İnanın ki, siz olmaq istədiyinizdən daha çoxunu belə Allah sizə nəsib eləyəcək. Yəni insan içinin təmiz olmağı, pis niyyətli olmamağı bu çox gözəl bir şeydir və sizə də belə olmağı tövsiyə edirəm. Elə keçmişdə də özüm olsam elə deyərdim ki, yaxşı ki də belə olubsan, içinə pis niyyət qaçırmamısan, sənlə qürur duyuram.
Bu qədər. 10-cu siniflərə nə tövsiyə verə bilərsiniz? 3-cü qrup üzrə. Bu haqqda ilk videomda danışmışam. Ən birinci videom, hansı ki, imtahan təəssüratları videomda. Onu izləyə bilərsiniz. Bir günlüyünə başqa bir məşhur YouTuberin yerində olmaq şansın olsaydı, kimin yerində olmaq istəyərdin? Bakıdan izləyirəm, sualımı cavablandırsan çox şad olaram. Bu qəşəng sualdır. Baxın, burada yalandan danışmayacağam. Tam təmiz fikrimi deyəcəm. Ən çox bəyəndiklərim, biri Ecrin Çobandı. Yəni bəlkə də sizə şey gələ bilər ki, dedi. Bu dilimi alıb deyəcəm, yəni niyə yalan deyim ki? Çox bəyənirəm həqiqətən. Onun iş disiplini olsun, çox bəyənirəm. Hər şeyini çox bəyənirəm. Ki, inanın ki, yəni neçə ildir mən 2-ci sinifdən bəri ona baxıram. Zarafat deyil, gör neçə il izləyicisiyəm. YouTube kanalı açmaq üçün valideynləri necə razı saldım? 9-10 sinifdən mən zaten anamla hər dəfə danışanda bunu deyirəm. Deyirəm ki, YouTube kanalı açmaq istəyirəm, YouTube kanalı açmaq istəyirəm. Sadəcə özüm gözləyirdim ki, qoy imtahanlarımı falan verim, çiynimdəki yük qalxsın, ondan sonra. Yəni daha ciddi bir şəkildə işimə yanaşım. Çünki mən çox sevirəm həqiqətən çəkməyi, montajlamağı. Yəni bəlkə də görərsiniz ki, editlərdə mən necə özənə editləyirəm. Çünki çox sevirəm həqiqətən. Kamera önündə olmağı çox sevən biriyəm, danışmağı çox sevən biriyəm. Ona görə mən necə razı saldığına gəlsək, anam zaten razı idi. Anam hətta o istəməni çox dəstəkləyirdi. Yəni başında zaten ona deyib açmışdım. Amma ata valideynim razı salmaq çox qəribə oldu həqiqətən. Dedi ki, qızım eləmə də, yəni məsləhət görmürəm. Mən dedim ki, yox ata, mənim çox həvəsim var buna. Mən bunu çox istəyirəm. Yəni çəkməyi, paylaşmağı çox istəyirəm. Yəni bu haqqda məlumatlandırmağı, danışmağı çox istəyirəm. O dedi ki, yəni yaxşı, da elə, da sən. Çünki imtahanlarımı vermişdim artıq və yaxşı bir nəticə toplamışdım. Çünki həqiqətən mənim valideynlərim gördülər də mən bu imtahan müddəti ərzində 10-cu sinifdən bu yana, 9-cu sinifdən bu yana necə ciddi bir şəkildə yorularaq oxuyuram. Bunu elə ən yaxından anamla atam görmüşdü. Ona görə məncə yəni mənim istəyimi də qırmaq biraz çox pis çıxardı həqiqətən. Yəni ona görə çox sağ olsun, ikisi də məni dəstəklədilər. Heç bir çətinlik, maneə yaratmadan razı oldular. Səncə mahnıya qulaq asmaq diqqəti yayındırırmı? Mahnı ustası burdadır. Mahnıya qulaq asmaq nə deyərdim mən sizə? Baxın uşaqlar. Mən tarix, ədəbiyyat işləyəndə mahnıya qulaq asmırdım. Azərbaycan dili işləyəndə mahnıya qulaq asmırdım. Çünki zaten o söz yığınıdır, oxuymalısan, bir-bir araşdırmalısan falan. Amma yəni riyaziyyatdan super bildiyim üçün mahnıya qulaq asırdım. Yəni diqqətimi dağıdırdım. Çünki yəni riyaziyyatım zaten superdi də. Yəni maksimum nə qədər çətin ola bilər ki, qoyurdum trigonometriyanı qabağıma. Blokçu mahnılarından orada açırdım. AirPodsları taxırdım qulağıma. Mahnı oxuyur, mən trigonometriyanı yazıram. Mahnı oxuyur, mən trigonometriyanı yazıram. Yəni düşün də riyaziyyatla mənim aramda o qədər bir nifrət var ki, yəni məni bu fəndən diksindirən bir müəllim də olmayıb. Ona qalsa 2-ci sinifdən bu yana riyaziyyat hazırlığına gedirəm. Prosta yəni bəxtimə də riyaziyyat müəllimlərim çox o da yaxşı olublar ki, sırf yəni məni öyrətmək üçün çalışıblar da. Yəni az qala da müəllim bir sözü milyon dəfə deyək ki, bu Aysunun bu başına, yəni bu başa düşsün, bu qız bunu başa düşsün. Ki olmur, olmayanda da olmur. Neyniyə bilərəm? Söz fənidirsə, yəni humanitar fənlərdirsə qulaq asmayın. Amma texniki fənlərdə deyərdim ki, qulaq asmaq olar. Çünki zaten hesablama olur da, diqqətiniz dağılmır. Amma oxumalı fənlərdə diqqət dağılır həqiqətən. Və sizə məsləhət görərdim ki, texniki fənlər işləyəndə blokçu mahnılarına qulaq asın. Çünki çox qəşəng gedir həqiqətən. Bugünkü videomuzda bu qədər idi. Ümid edirəm videomu bəyəndiniz. Əgər videomu bəyəndisə, videoma like atmağı, kanalıma abunə olmağı, bildirimləri açmağı və rəy hissəsində fikirlərinizi bildirməyi əsla yaddan çıxarmırsınız. Və bundan əvvəlki videolarıma da bir göz atmağı da yaddan çıxarmırsınız. Sizləri çox sevirəm. Hələlik, sağ olun.